Qlobal Cənub Qeyri-Hökumət Təşkilatı platformasına rəhbərlik 116 ölkənin QHT-sinin razılığı ilə Azərbaycana verilib. Platformanın mərkəzi qərargahı Bakıda yerləşəcək. Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli Qlobal Cənub QHT platformasının bir il müddətinə müvəqqəti baş katibi seçilib. 2026-cı ildə isə Qlobal Cənub QHT platformasının baş assambleyası da keçiriləcək. Ramil İskəndərli bildirib ki, COP29-dan qaynaqlanan bu ideya bərabərlik üçün insanları bir araya gətirir. Əslində Qlobal Cənub QHT platformasını yaratmağın vaxtı çoxdan çatıb. Burada əsas məqsəd qlobal arenalara səsimizi çatdırmaqdır. Qlobal Cənub platforması eyni dini çətinlikləri olan insanları birləşdirir. Sıx əməkdaşlığı və birlikdə layihələrin həyata keçirilməsini vacib edir. Bu çox sevindirici haldır ki, Azərbaycan Respublikasında Qlobal Cənub QHT platforması yarandı və bu öz məntiqi sonluğuna, hətta mən deyərdim, başlanğıcına gətirdi ki, yəni bundan sonra artıq Qlobal Cənub platforması, QHT platforması bərabərlik, ədalət, inklüzivlik, yəni bu cür dəyərlərin Qlobal Cənub QHT-ləri tərəfindən qlobal səviyyədə qaldırılması ilə müşahidə olunacaqdır və tədbirdə o da səsləndi ki, gələcəkdə birgə əməkdaşlıq, birgə dialoq, məsələlərin beynəlxalq səviyyədə qaldırılması, Qlobal Cənub narahat edən məsələlərin və bu sahədə bir körpü rolunu oynayacaq. Necə ki, Azərbaycan qlobal şimal və qlobal cənub arasında əməkdaşlıq bir körpüsü rolunu oynayır. Bu şəbəkə də QHT səviyyəsində, vətəndaş cəmiyyəti səviyyəsində bu işi davam etdirəcəkdir. Bakıda keçirilən bu konfrans Asiya, Afrika, Latın Amerikası, hətta dünya ölkələrinin 2/3 hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur. Tədbir BMT də daxil olmaqla beynəlxalq təşkilatlara vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Ötən il Bakıda keçirilən COP29-da biz vətəndaş cəmiyyətinin gücünü nümayiş etdirmək üçün necə birləşdiyini gördük. İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, uyğunlaşma strategiyalarının hazırlanması və ədalətli həllərin tapılması məsələləri müzakirəsi zamanı qeyri-hökumət təşkilatları bir sıra nüansları təsdiqləyib. Onlar bu sahədə əhəmiyyətli irəliləyişin yalnız vətəndaş cəmiyyətinin müzakirələrdə fəal iştirakı və qərarların qəbulunda səs hüququnun təmin edilməsi şərti ilə mümkün olduğunu təsdiqləyib. Bu tədbir Qlobal Cənub üçün vacib təşəbbüsdür, çünki Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolunu oynayacaq. Bu platforma Qlobal Cənub hərəkatını möhkəmləndirir, bizim problemlərimizi üzə çıxarır. Qlobal Cənub üçün görüləcək işlər ətrafında bizi birləşdirməyə kömək edir. Bu forum bir çox insan üçün uğurdur. Bunun təşkilinə ehtiyac var idi. Trumpın seçilməsindən sonraki dövrə baxdıqda görürük ki, inkişaf, qlobal iqlim dəyişikliyi ilə mübarizə və digər layihələr üçün maliyyə dəstəyi dayandırılıb. Sizin prezidentinizin, ölkənizin rəhbərliyi sayəsində isə yaranmış bu boşluğu doldururuq. Bu çox müsbət haldır. Bu ölkələrin üzləşdiyi ədalətsizliyə, yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq üçün uğurlu platformadır. İqlim dəyişikliyinin səbəb olduğu quraqlıq əsasən qida istehsalına mənfi təsir edir. Bizim ölkəmizdə kənd təsərrüfatı əsasən yağışdan asılıdır. Əgər quraqlıq olursa, bu o deməkdir ki, heç bir bitki yetişməyəcək. Bu qida təhlükəsizliyini təhdid edən vəziyyət və aclığa gətirib çıxara bilir. İqlim təhsili sayəsində isə biz gənc nəsilə, misal üçün, quraqlığa davamlı bitki yetişdirməsini öyrədirik. Bu işə mümkün qədər daha çox gənci cəlb etməyə çalışırıq. Bizim regionumuzun çox sayda problemləri var. Hesab edirəm ki, birlikdə çalışsaq, bu problemləri gələcəkdə müəyyən fayda gətirən imkanlara çevirə bilərik. Bu forumda qlobal cənub ölkələrinə lazım olan maliyyələşmənin necə təşkil olunacağına diqqət edirəm. Çünki fondlar olmadan iş tələb olunan səviyyədə görülməyəcək. Qeyri-hökumət təşkilatlarının əksəriyyəti iş görmək üçün sadəcə böyük həvəs və maraqla çalışırlar. Lakin uğur əldə etmək üçün fonda ehtiyacımız var. Ümid edirəm ki, burada buna nail olacağıq.
Qeyd edək ki, 2 gün davam edəcək tədbir 116 ölkədən 200-ə yaxın nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərlərini və vətəndaş cəmiyyətinin təmsilçilərini bir araya gətirib. Xatırladaq ki, platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformanın təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.